İndi deyəcəyim fikirləri mən bir vətəndaş olaraq bəyan edirəm və hesab edirəm ki, ilk növbədə hər bir kəs vətəndaş olmağı bacarmalıdır. Dövlətinin yanında olmağı bacarmalıdır. Bu və ya digər mənada. Aydın məsələdir ki, Sepah İranın terror təşkilatı Azərbaycana qarşı öz xain əməlindən çəkinmədi və bütün mehriban qonşuluq, dostluq çağırışlarına, Prezident İlham Əliyevin bu ölkəyə göstərdiyi böyük diqqət müqabilində, yəni bu Cənab Prezidentin Təhlükəsizlik Şurasındakı çıxışında da öz əksini tapıb, bunun müqabilində bu təşkilatın İran dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti terror aksiyası yol verilməzdir və dünya ölkələri Cənab Prezidentə məktublar ünvanladılar, telefon zəngləri oldu və bütün bunların hamısında əsas xətt məhz Azərbaycanın yanında olduqlarını bəyan etmələri idi. Mən onu deməliyəm ki, əlbəttə bu da bilavasitə Azərbaycanın səylərinin nəticəsidir, Azərbaycanın beynəlxalq aləmdə qazandığı səylərin nəticəsidir. Amma mənim üçün Sepah nə qədər xaindirsə, Sepah qədər, bəlkə də ondan da irəli gedən xainlər var. Və bu xainlər bugün, bu çətin gündə belə Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı təxribatla məşğul olurlar. Onların da etdiyi çağırışlar məhz terror adlandırılmalıdır. Söhbət Tural Sadiqlidən, Qurban Məmmədovdan və digərlərindən gedir. Elələri var ki, ümumiyyətlə mən o insanların adlarını belə çəkməkdən iyrənirəm. Yəni, qələbəni kölgə altına salmaq, saxta məlumatlar ötürmək, xalqın heysiyyatına toxunmaq səyləri. Mən inanıram ki, ağıllı vətəndaş təbii ki, düzgün qərar qəbul edir və bunların tullantı olduğunu dərk edir. Bəli, bunlar tullantıdır. Və bugünkü çətin bir məqamda, bugünkü regionumuzun bugün çox çətin bir dövrdən keçdiyi, çətin proseslərlə rastlaşdığı bir zamanda bu iyrənc insanlar, insan demək əgər mümkündürsə, hüceyrələr, Azərbaycana yenə də ləkə atmaqdan çəkinmirlər. Əzizlərim, dövlət, hakimiyyət, xalq nə qədər əlifba demək düzülüşünə görə, hərflərin düzülüşünə görə ya onların yaratdıqları sözlərə görə fərqlənsə də mahiyyət eynidir. Əgər bugünkü gündə də bu adamlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə bu cür çirkab maneradan yanaşırlarsa, bu cür çirkab məhsullar, belə deyək, tirajlayırlarsa, tirajlamaq da əslində düzgün söz deyil. Bu sadəcə olaraq, belə deyək də, ifraz edirlər. Bu sadəcə olaraq terrorla, xainliklə müqayisə olunmalıdır. Sənin ölkənə İran tərəfindən dron hücumu olub. Orada insanlar ölə bilərdi. Məhz Azərbaycan silahlı qüvvələrinin sayıqlığı nəticəsində insan itkisi olmayıb. Və sən durub başqa ölkələrdə olmağından istifadə edib, nakişicəsinə bu cür məlumatları ifraz edirsən, Azərbaycana kölgə salırsan. Bəli, bu bilavasitə hər bir Azərbaycan xalqının, hər bir vətəndaşa qarşı törədilmiş əslində terrordur. Sənin elədiklərin, Mirzəlinin, digərlərinin, Qurban Məmmədovun, onların o çirkin və heç bir məntiqə sığmayan əməlləri bugün hər halda bir vətəndaş olaraq məni narahat etməyə bilməz, məndə ikrah doğulmaya bilməz və biz mübarizə aparmalıyıq. Biz düzgün şəkildə bəyan etməliyik ki, bu adamların Azərbaycan xalqına heç bir dəxli yoxdur. Bugün əgər bizim regionumuz, daha doğrusu ölkəmiz şimal və cənub arasında qalan, mən bu şimal-cənubu xüsusi deyirəm, bir ərazidə öz təhlükəsizliyini kiçik ölkə olmağımıza baxmayaraq qoruyub saxlamışıqsa, bu bilavasitə ümummilli lider Heydər Əliyevin, Prezident
İlham Əliyevin uğurudur. Bizim ölkəmizdə heç bir ölkənin bazası yoxdur. Biz müstəqil siyasət yürüdən ölkəyik. Bizim beynəlxalq aləmdə səsimiz var. Beynəlxalq aləm bizimlə hesablaşır. Gələn müraciətlər, daxil olan telefon zəngləri onu sübut eləyir ki, Azərbaycan, beynəlxalq ictimaiyyət üçün Azərbaycanın yeri yüksəkdədir. Söhbət təkcə o hücumların qınanılmasından getmir. Söhbət həm də Azərbaycanın beynəlxalq siyasətinin bugün o triumfundan xəbər verir. Ona görə də mən sadəcə olaraq o məxluqlara üzümü tutub deyirəm ki, xalqınıza qarşı, ölkənizin suverenliyinə qarşı terrordan əl çəkin. Və sadəcə olaraq əl çəkin. Ən çətin, ən çıxılmaz bir vəziyyətdə belə. Bax, bugün bizim yaşadıqlarımız extraordinary, yəni fövqəladə vəziyyətdir. Və belə olduğu halda siz sabahın necə açılacağını bilmədən necə belə iyrənc əməllərə qol qoya bilərsiniz? Kimsiz axı siz? Kimsiz? Bu baxımdan mən bir daha qeyd edirəm. Azərbaycan güclü ölkədir. Onun güclü və qüdrətli lideri var. Azərbaycan öz ərazi bütövlüyünü qorumağı bacarır. Azərbaycan öz beynəlxalq siyasətini düzgün müəyyənləşdirib. Azərbaycan beynəlxalq ictimaiyyətdə öz hüdudlarını düzgün müəyyənləşdirib, öz mövqeyini düzgün müəyyənləşdirib. Və bir daha qeyd edirəm ki, bu əməllər, bu çirkablıq bilavasitə Azərbaycan xalqına, onun vətəndaşına qarşı yönəlmiş çirkabdır. Sadəcə olaraq mən ayıb olsun deyirəm. Bu kampaniyanı aparanlar, bu cür iyrənc o fikirləri ifraz edənlərə yazıq gəlmək də əslində asan, çox belə deyək, bəlkə də humanist səslənər. Çünki insana yazıq gəlmək olar. Amma bu adamlar, bu şəxslər sadəcə olaraq o çirkabın dibindədirlər. Və bir daha son hadisələr bunu sübut etdi. Məndən bu qədər.